Dostlar, halınızı salamlayıram, hər vaxtınız xeyir. Bugün mənim diqqətimi ölkəmizə yeni gələn Mzum GS3 modeli çəkdi və test drive etmək qərarına gəldim. Nəzərinizə çatdırım ki, GS brendinin Azərbaycanda rəsmi distributoru Avto Azərbaycan şirkətidir. Avtomobil Toyota mühəndislərinin iştirakı ilə yaradılan GPMA platformasında hazırlanıb. Bu modelin yeni nəslidir. Mzum 177 at gücünə malik 1,5 litrlik mühərrik və 7 pilləli avtomatik transmisiya ilə təchiz olunub. Avtomobil qarışıq rejimdə 100 km-ə 5,9 litr yanacaq sərf edir. Eksteryer dizayn olaraq avtomobil ehtişamlı və mürəkkəb görünür. Avtomobilin uzunluğu 4,4 metr, təkər bazası isə 2,65 metrdir. Ön bamperin kəskin bucaqlı həndəsi formaları və ön LED optikası istər-istəməz avtomobilin dizaynını rəngləndirir və gözə oxşayır. Mən Mzum GS3 modelini test drive etdim və həqiqətən də çox bəyəndim. Rahatdır, sürətlidir, komfortludur. Əgər siz də bu avtomobili test drive etmək istəyirsinizsə, şirkətimizə buyura bilərsiniz. GAC Motor.